Hə, müəllimə, deyə bilərsinizmi ki, dərs zamanı şagirdlərə hərəkət edə bilmə imkanı verir? Hansı iş üsulundan söhbət gedir? Deməli, hərəkət etmə sinif küncləri. Sinif küncləri. Suala verilən cavabdan sual çıxır. Söhbət hansı iş üsulundan gedir? Sokrat dialoqu. Sokrat dialoqudur. Doğrudur. Yaxşı. Böyük qrup, kiçik qrup, daxili qrup, xarici qrup şəklində aparılır. Daxili akvarium dedik də bayaqları. Bəs hansı iş üsulu refleksiya üsullarıdır? Deməli, refleksiya üsulları əsasən bibo, akvarium, bir də 3-2-1. Ay sağ ol, bibo, akvarium, bir də 3-2-1 aparılır. Yaxşı. Gəlsin, Musayeva danışdı. Xeyr. Hə, Musayeva gəl. Buradan. Müəllimə, doğma qrup, ana qrup hansı iş üsulundadır? Zigzag. Ay sağ ol. Bu iş üsulunda deməli səmərəli mütaliə üsuludur. Hansı iş üsulundan söhbət gedir? Səmərəli mütaliə üsuludur. Sonra qeyd etmə sistemidir. İşarələr sistemi. İşarə insert. Ay sağ ol. Ünsiyyətin səmərəliliyini artıran iş üsulu hansıdır müəllimə? O da insert deyil. Ünsiyyət. Yox, insertdə mütaliədir. Bəs ünsiyyəti, səmərəliliyini artıran iş üsulu? Insident. Yox. Xatirə müəllimə əl qaldırıb. 3N. Bəli. Doğrudur. 3N, yəni qızıl dairə iş üsuludur. Bəs yaxşı. Şagirdlərdə Musayeva, şagirdlərdə şəxsi ifadə tərzini formalaşdıran iş üsulu hansıdır? Beyin həmləsi. Beyin həmləsidir. Bəs yaxşı, şagird maraqlarını ölçən iş üsulu hansıdır? Şagird maraqlarını ölçən. Zahirə müəllimə əl qaldırıb. Buyurun Zahirə müəllimə. 3-2-1 də bir də bibi. Ay sağ ol. 3-2-1 bir də bibi. Doğrudur. Lalə Sultanova gəlsin. Maraqlı suallarımız var hələ. Lalə müəllimə dərsdə. Xatirə müəllimə siz gəlin. Lalə müəllimə də yoxdur deyəsən. Xatirə müəllimə, bu iş üsulu real həyat hadisələri üzündən araşdırma aparmağı tövsiyə edir. İnsident. Doğrudur. Yaxşı. Diaqnostik qiymətləndirmə vasitəsi kimi istifadə olunan iş üsulları. Bibo klaster. Yaxşı. Deduksiyaya əsaslanan iş üsulu hansıdır? Deduksiya klasteridir. Anlayışın çıxarılması induksiya. Yaxşı. Bəs deyə bilərsinizmi ki, refleksiya ən effektiv refleksiya üsuludur? 3-2-1. Afərin. Problem həll etmə bacarığı hansı iş üsullarındadır? Beyin həmləsidir. Beyin həmləsində, sonra başqa hansında var? Biboda var idi. Sinektika bir də qərarlar. Sinektika qərarlar arasında. Problem verir, biri verir, biri həll eləyir. Ya da özü də verir, özü də həll eləyir sinektikada. Aha, bir tərəf təklif irəli sürür, digər tərəf problemi qoyur, digər tərəf təklif irəli sürür. Doğrudur. Bəs hansı iş üsulunda deməli assosiasiya var? Assosiasiya A'larda da Assosiasiya yaratmaq. Aksiyon. Aksiyonda bir də Sinektikada var. Anlayışın çıxarılmasında da var. Anlayışın çıxarılması, aksiyonda. Sonra Aygün müəllimə burada. Müəllimə. Aygün müəllimə, şagird xəyali bir situasiya yaradır. Səslər bağlı. Rollu oyun simulyasiya müəllimə. Rollu oyun simulyasiya. Yaxşı, deyə bilərsiniz, şagirdlər fikirlərini arqument gətirərək əsaslandırırlar. Hansı iş üsulundan söhbət gedir? Debatdan gedir. Məlumatlar arasında əlaqə qurmaq, deməli, hansı iş üsulundadır? Məlumatlar arasında əlaqə yaratmaq. Yox. İnduksiyaya əsaslanan iş üsuludur.
İnduksiya anlayışın çıxarılması. Anlayışın çıxarılmasıdır. Birgə öyrənmə yoldaş qiymətləndirməsi hansı iş üsulunda? Karusel. Karuseldir. Doğrudur. Mövcud bilikləri aktivləşdirən iş üsulu. Biliklərin aktivləşdirilməsi, bax onu da bilirəm. Mövcud biliklərin aktivləşdirməsi. Klaster. Ay sağ ol, klaster. Doğru. Doğrudur. Sonra Ayda müəllimə dərsdə? Yoxdur. Şahnaz müəllimə dərsdə? Müəllim, söz assosiasiyalar dediniz AA-larla başlayır, yoxsa anlaşın nə idi? Xatirələrim. Assosiasiya yaratmaq. Aksiyonda da var, anlayışın çıxarılmasında da var. Müəllimə onunla əlaqələndirərək yadında saxlayır. Klasterdə də var, bəli. 2 dənə A-da var, bir dənə klaster istisnadır. Aha. O deməli, Assosiasiyalar, hər söz assosiasiyalar yəni. Aha. Assosiasiya, aksiyon, bir də anlayışın çıxarılması. Hayır, Sniktikada yoxdur assosiasiya. sinektikada da assosiasiya. Sinektikada da var assosiasiya müəllimlər. Ən çox amma rast gəldiyimiz anlayışın çıxarılmasındadır. Niyədir? Orada cümlənin deməli dairənin ortasına mövzu yazılır. Belə dairənin ortasına sual işarəsi qoyulur, kənarlarına mövzu yazılır. Mövzunun xüsusiyyətləri yazılır və o mövzunun xüsusiyyətləri, o kənara yazılan sözlər arasında assosiasiya yaradaraq. Assosiasiya nədir? Əlaqə qurmaq, əlaqə yaratmaq. Əlaqə demək. Və əlaqə, yəni o sözlərin, o kənardakı sözlər bir-biri ilə əlaqəsini quraraq ortadakı o mövzunun adını tapırlar. Amma klasterdə necədir? Klasterdə mövzu yazılır, deduksiyaya əsaslanır. Klasterdə mövzu yazılır və mövzuya aid olan xüsusiyyətlər dairənin kənarlarında yazılır. Necə ki, induksiyada biz dedik, induksiyada necə idi? Xüsusidən ümumiyə doğru idi. Deduksiyada ümumidən xüsusiyə doğru idi. Nümunələrə baxaraq mövzunu müəyyən eləyirsə, induksiyadır, anlayışın çıxarılmasıdır. Anlayışın çıxarılmasından ən çox deməli, mövzunun dərsin əvvəlində motivasiyada istifadə oluna bilər. Amma deməli, ümumi mövzuya baxaraq o mövzunun xüsusiyyətlərini yazmaq, mövzundan deməli, ümumidən xüsusiyə getmək isə deduksiyadır. Bu da deməli, iş üsullarından klasterdir. Klasterdə biz deyirik, diaqnostikin iş üsulu kimi diaqnostik qiymətləndirmədə ondan istifadə edə bilərik müəllimlər. Sonra, bax, birgə öyrənmə yoldaş qiymətlərini kim gələcəkdir? Sevinç müəllimə burada? Yoxdur, Natəvan müəllimə. Sevinç müəllimə. Bax, birgə öyrənmə yoldaş qiymətləndirməsi deyirik. Hansı iş üsullarında var? Karusel və yaxud dedi, akvariumda da var. Karuseldə var, akvariumda var. Doğrudur. Bəs yaxşı, deyə bilərsinizmi ki, az sözdən əsas fikri ifadə etmək? Sinkveyin. Bax, bu iş üsulunda məsələn, müəllim bir şagirdi seçib, yapışqanlı kağıza şəxsiyyətin adını yazıb alnına yapışdırır. Ay, sağ ol, doğrudur. Bax, bu iş üsulda təqlid etmək, yəni imitasiya etmək də hadisənin süni şəkildə baş verməsi deməkdir. Hansı Rollu oyun, simulyasiya və rollu oyun. Ay, sağ ol, doğrudur. Natəvan coğrafiya burada. Yoxdur Natəvan müəllimə. Onda Gülnar müəllimə burada. Yox, Gülnar müəllimə heç girməmişdir. Ülkər müəllimə. Ülkər müəllimə dərsdə. Ülkər müəllimə də yoxdur. Kim qaldı? Sual cavab etmədiyim kim qaldı müəllimlər? Şahnaz müəllim yox idi axı bayaq burada. Bir dəqiqə görüm kim idi səsini açan. Buyurun müəllimə, kim idi? Xurama müəllim. Xurama müəllimə. Hə, sizə verərəm, amma siz bu qrupda deyilsiniz. Yəni yanvar mart qrupundasınız müəllimə. Evi yoxdur. Yəni bugün qonağımızsınız. Evi yox. Sizi də sual cavab eləyək. Müəllimə, bu iş üsulu adlandır, izah et. Tətbiq et, nə üçün özünü ifadə et və yenisini yarat fikri hansı iş üsuluna aiddir?
Bulum kubudur müəllim bu. Ay sağ ol, bulum kubudur, doğrudur. Bu iş üsulunda ən səmərəli yol seçilir fikri. Hansı iş üsuluna aiddir? Ən səmərəli yol. Hansı iş üsuludur? Ən səmərəli Qərarlar ağacı, qərarlar ağacı. qərarlar ağacıdır. Bəs kreativ Beyin yollar həmləsində yox idi. necə? Beyin həmləsində yox idi, səmərəli Yox, ən səmərəli yol qərarlar ağacındadır. Yaxşı, bəs deyə bilərsiniz Xuraman müəllimə, kreativ yolların seçilməsi hansı iş üsulundaydı? Beyin həmləsində müəyyən yollar seçilir də. Kreativ yollar. Şirinova əl qaldırıb. Beyin də deyə bilərik. Yox, Şirinova nə dedi? Bircə saniyə müəllimlər üzrlü say. Sinkveyn. Sinkveyn yox, sinektika. Kreativ yollar sinektikadadır. Hə. Bəs yaxşı, bax Xuraman müəllimə, hansı iş üsuludur ki, o iş üsulunda şagirdlər bir-birini mühakimə etmir. Heç kimə sən səhv deyirsən, beyin həmləsindədir. Ay sağ ol. Suallar texnikasıdır. Kiplik modeli adlanır. Hansı iş üsuludur? Nə, niyə, orada bir sual var ya, odur həmən. Niyə? Nə idi onun adı? 4M1KH. 4M1H K üsuludur. Ay sağ ol, doğrudur. Yaxşı, sonuncu sual verirəm. Bu iş üsulunda 4 nəfərlik qruplardan ibarət olur, sonra 8 nəfərlik, sonra bütün sinfi əhatə eləyir. Ay sağ ol, doğrudur müəllimə. Qəşəng müəllimlər, iş üsullarını ümumiyyətlə qəşəng cavablandırdınız. İş üsullarından bilirsiniz ki, yəni bizim mütləq şəkildə bir sualımız var. Nə qaranlıq qalarsa, yəni cavablandıra bilərəm. Məsələn, lap şəxsiyə də göndərə bilərlər falan. Bircə dəqiqə mən bir şey də qeyd eləmək istəyirəm ki, dərsi qayd eləmişəm və YouTube-dan bizi izləyən müəllimlər üçün bildirmək istəyirəm ki, bizim qruplarımıza qoşulmaq və belə canlı dərslərimizdə iştirak etmək istəyən müəllimlər YouTube-dan mənim əlaqə nömrələrimlə əlaqə saxlayıb dərslərimiz haqqında geniş məlumat ala bilərlər. Dərslərimiz həm qrup şəklində, həm də istəyən müəllimlər üçün fərdi şəkildə də deməli təşkil olunur. Meet proqramı üzərindən canlı, bax belə bu cür canlı dərs hər müəllimə, hər dərs fərdi yanaşma, test tapşırıqlarının işlənilməsi və bizim dərslərin özəyini təşkil eləyir. Hamınıza təşəkkürümü bildirirəm müəllimlər.